Azərbaycan ədəbiyyatı tarixində elə qələm sahibləri var ki, onların dostluğu yalnız şəxsi münasibət deyil, həm də mənəvi körpü, ədəbi qardaşlıq nümunəsi kimi yadda qalır. Azərbaycan və İsrail Yazıçılar Birliklərinin üzvləri olan Raşbil Şamayev və Simah Şeyda məhz belə ziyalılardan idilər. Onların dostluğu illərin sınağından çıxmış, sözə, vətənə və insanlığa bağlılıq üzərində qurulmuşdu. Tanınmış şair və dramaturq Simah Şeyda ömrü boyu Azərbaycan sevgisini, xalq dostluğunu və mənəvi dəyərləri öz yaradıcılığında yaşatmışdır. O, dağ yəhudisi əsilli olsa da, bütün əsərlərini Azərbaycan dilində yazaraq milli ədəbiyyatımıza böyük töhfələr vermişdir. Simah Şeyda yalnız şair deyil, həm də xalqlar arasında dostluğun, mədəni körpünün simvolu idi. Digər tərəfdə isə şair, publisist və yaradıcı ziyalı Raşbil Şamayev dayanırdı. Onun Sizdən uzaq yaşasam da kitabı vətəndən uzaqda yaşayan bir insanın doğma torpağa, Azərbaycana, uşaqlıq xatirələrinə və milli köklərinə olan sonsuz sevgisinin poetik ifadəsidir. Bu kitab illər keçsə də qürbətdə yaşayan insanların duyğularını yaşadan qiymətli ədəbi nümunələrdən biri olaraq qalır. Raşbil Şamayevin Sizdən uzaq yaşasam da kitabına ön sözü də məhz Simah Şeyda yazmışdır. Bu ön söz sadəcə bir təqdimat məqaləsi deyildi. Bu yazıda iki dostun bir-birinə olan hörməti, mənəvi yaxınlığı və illərlə formalaşmış qardaşlıq münasibəti hiss olunurdu. Simah Şeyda Raşbil Şamayevin yaradıcılığını yüksək qiymətləndirərək onun şeirlərindəki vətən sevgisini, insan duyğularını və milli ruhu xüsusi vurğulamışdır. Bu iki böyük söz adamını birləşdirən əsas cəhət yalnız ədəbiyyat deyildi. Onları birləşdirən vətən sevgisi, Azərbaycan mədəniyyətinə bağlılıq və xalqlar arasında dostluq ideyası idi. Hər iki yazar Azərbaycanın multikultural dəyərlərini öz yaradıcılıqlarında yaşatmış, Azərbaycan ilə İsrail arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə vermişlər. Simah Şeyda haqqında yazılan məqalələrdə də qeyd olunur ki, o, ömrünün son illərində Almaniyada yaşasa belə, ürəyi həmişə Azərbaycanla döyünürdü. Oğuzu, Gəncəni, Bakını sevə-sevə xatırlayırdı. Raşbil Şamayev də qürbətdə yaşasa da, poeziyasında Azərbaycan ruhunu qoruyub saxlamışdır. Məhz buna görə onların dostluğu sərhədləri aşan mənəvi bağ idi. Ədəbiyyat tarixində belə dostluqlar nadir olur. Çünki burada şəxsi maraq yox, saf mənəviyyat, qarşılıqlı hörmət və sözə sədaqət yaşayır. Raşbil Şamayev və Simah Şeyda Azərbaycan ədəbi mühitində iki dost, iki qardaş kimi xatırlanırlar. Onların adı yalnız kitab səhifələrində deyil, həm də insan yaddaşında yaşayır. Bu dostluq bir daha sübut edir ki, həqiqi ədəbiyyat millətləri yaxınlaşdırır, insanları birləşdirir və illər keçsə də unudulmur.